Başa düşürəm sizi. Bir-birindən gözəl evlər, villalar görürsünüz. Seçim eləmək çox çətindir, hörmətli izləyicilərim. Burada artıq zövq danışır. Çünki sizə yenə bir möhtəşəm villa təqdim edirəm. Buranın yerləşmə yeri, məkanı, ərazisi çox xoşunuz gələcək. Çünki Əhmədli metrosunun tam yanında Əhmədli qəsəbəsində 5 sot torpaq üzərində gördüyünüz bu villa yepyeni, təzə, birinci sot ağla ilə üzlənib 3 mərtəbə sakit bir məhəllə, cəmi 3 qonşu var, kadrdan da görürsünüz. Xüsusi bir tupik məhəllədə yerləşir. Yaşamaq üçün ideal bir seçimdir. Təqdimata başladıq. Paket Kupçalı 5 sotun üzərində gördüyünüz bu villanın estetikası yüksək səviyyədədir. Burada detallar var. Estetik görünüş, divar əl işidir. Ağaclar simmetrik olaraq əkilir. Bunları niyə söyləyirəm dəyərli izləyicilər? Canlı həyatda insana xüsusi bir zövq verir. Kim bu müştəri gələndə onu hiss edib görə biləcək. Siz hər birinizi dəvət edirəm bu villaya. Yəni Allah o qədər imkan yetirsin ki, hər biriniz belə bir gözəl villalarda yaşayasınız. Bura gözəl oturmaq, bisetka hissəsidir. Manqalı yoxdur. Onu da ev sahibinə xahiş edirəm, bir hədiyyə alıb verər sizə, dəyərli izləyicilər. Üzü yayı gəlir, sakit bir məhəllədir, əsas maşın keçmir qabağından, tüpük olduğuna görə tikilişi də yüksək səviyyədədir. Ayrıca bir detal da sizə deyim, əgər yoğuramsız, zürrü sayırsınızsa, hər şey detallı şəkildə biləsiniz. Kanalizasiya sistemi hər biri mərkəzi kanalizasiyaya birləşdirilib, axıntı sular gedir. Yola verməyiblər də, hər şey yüksək səviyyədədir. Ayaq yolusu çölçü nəzərə tutulub. Burada qazon səthi olunur. Anaların banka balon qoymaq üçün o da nəzərə tutulub. Geniş bir padvalı var. Əhmədlidə satılan bu villanın içərisindən tanış olaq, görək təmiri necədir. Dəhliz hissəsində paltar dolabı, yer üstü döşəmə, bir mətbəx, bir zal otağı və bir də papamama yataq otağı var. 55 kvadrat sahəsi olan bu zal otağında çox gözəl imkanlar yaradılıb. Divan, yemək masası, tvistidin, yer bambu parket növüdür. Membran, maşın boyasından istehsal olunmuş mətbəx mebeli, yer yenə isti qranit, televizor, qoşa xaldeyni, qapıların rüsumkası ilə mebel tam bir-birini harmoniya təşkil edir. Bu o deməkdir ki, eyni adam, eyni sex yığıb. Koridorda olan hamam otağını təqdim edeyim. Bu hamam otağında olmazın olmazı jacuzzi vannası var. Divarçı santexnikdən istifadə olunubdur. Rəng tonları adamı hüzura qərq eləyir. Pilləkən altlığında ehtiyat kombi otağı filan belə bir qoymaq üçün yeri var və bəhs elədiyim mama, papa, valideynlər üçün olan yataq otağı. Bir çox villalarda birinci mərtəbədə belə bir otaq hər zaman valideynlər üçün düşünülüb. İçində hamam otağı da var. Bir nəkin arasında 500 marka beton, sətir, alüminium tökmə pilləkən qəfəsi və mərmər pilləkən var. İkinci mərtəbədə 4 yataq otağı var və yataq otaqlarının demək olar ki, içi mebeli yəni yoxdur. Zövqə görə hər kəs öz istədiyinə görə ala bilər. Buyurun baxın. Vanna otağı. Əsas təmirdə detalları diqqətinizi çəkmək istəyirəm ki, gördüyünüz bu lepkalar hamısı əl işidir, hazır alınma deyil. Hər bir otaqda parketdən istifadə olunub və aboy rəngləri də həm keyfiyyəti, həm də rəng tonları adamın əhvalını açır. Artıq burada sən darıxmırsan. Əsas da yataq otaqlarında o darıxmaq hissindən xoşbəxt hissə çevrilirsən. Psixoloji olaraq rahatlayırsan. Bu villada bu şeylərdə düşünülüb. Gülə-gülə bu villanı sizə təqdim edirəm. Allah hər birinizə gülə-gülə yaşamağı qismət eləsin. Bu məhəllədə villalar çoxdur. Yarışmadır. Siz də bu yarışa qoşulmaq üçün bu villanı alın, qonşudan qalma geri. İndi qalxaq 3-cü mərtəbədə olan hissəni sizə göstərim. Şəxsi fikrimi sizə söyləyim. Ştanq, Begavoy, qaçış aparatı qoyursan bura, velosiped saat. Bura o yerdir dəyərli izləyicilər. Burada idman elə,
Amma yəni kimsəsə, mənim şəxsi fikrim idi, sahibi burada belə bir qladovka üçün xüsusi bir qəfəsliyin üstünə yer düzəldib, geniş bir mansarddır, həddindən artıq çox genişdir, santexnik hamam üçün çəkilib, pəncərələrdən də mənzərələrə baxmaq olur. Torpağın da, evin də ayrılıqda kupçası var. Bu Turetski divanda əyləşib, qiyməti sahibinə özünüz danışarsınız. Start qiyməti elanda baxa-baxa mənim danışığıma altda yazılıb oxuyun. Kimin xoşu gəldirsə bu möhtəşəm villadan o nömrə ilə əlaqə saxlayın dəyərli izləyicilərim.